Deməli, buradan bura kimi dərs demək. Bəzi məktəblərdə burada daxildir. 8, 9, 10, 11, 12, 1, 2, 3, 4. Bəzən 5, bəzən isə 3-də də qutara bilər. Onda yaxşı. Qiymətləndirməni yəqin saat 4-dən sonra eləyəcəklər, hə? Əş yox, nə danışsan. Buralarda mütləq şəkildə iclaslar olmalıdır. Onda belə çıxır ki, bütün dərs materiallarını daha öncə eləməlidirlər, hə? Dərslərdən daha öncə. Bəli, düz bildin. Yaxşı, bəs dərsin planlamasını, imtahana hazırlığı haçan eləyirlər? Əla sualdır. Deməli, burada hələ bu vaxtımız var, bir də bu vaxtımız var. Nəsə elə bir vaxt çatmayacaq. Hə, düz deyirsən. Gəl onda onlara çoxlu bayram günləri və tətil günləri verək. Bütün dünya onların paxıllıqlarını çəksin, amma bayramda tətildə işləsinlər. Vay, heç olmasa bu yazıqların nahar vaxtı olacaq? Əlbəttə, buralarda bir yerlərdə vaxt tapsalar nahar da eləyə bilərlər. Müəllimliyə xoş gəldiniz.